26 noyabrda qanlı Nardaran hadisələrinin növbəti ildönümü tamam oldu. Hadisə zamanı 10 nəfər güllə yarası almış, 4 nəfər yerli sakin və 2 polis əməkdaşı olmaqla ümumilikdə 6 nəfər dünyasını dəyişmişdir. Bu gün də orada həlak olanlardan Bünyadov Fərail, Bünyadov Rəfail, Səfərov Sarvan və Babayev Əkbərin məzarları üzərində polis nəzarəti postları var və ailə üzvləri istisna olmaqla ora heç kimi buraxmırlar. Ümumilikdə Nardaranı əhatə edən keçid məntəqələri silahlı polis işçiləri tərəfindən nəzarətdədir və kəndə daxil olmaq istəyən hər kəs yoxlanılır. Bu məntəqələr ölkələrarası sərhəd postlarını xatırladır və 10 il boyunca müntəzəm yoxlanış olmadan kəndə heç kəsi buraxmayıblar. Həbslərə gəlincə, 2015-16-cı illərdə baş verən hadisə zamanı 100-dən artıq şəxs 3 ilə qədər azadlıqdan məhrum edilib və onların hamısı həbs dövrünü başa vuraraq azadlığa çıxıb. Hadisə zamanı 43 nəfər 10 ildən 20 ilə qədər azadlıqdan məhrum olunmuşdur ki, onlardan 5-i istisna olmaqla digərləri müxtəlif zamanlarda imzalanan əfv sərəncamları ilə azadlığa buraxılıb. Hələ də həbsdə olan 5 nəfər isə bunlardır. Talib Ağırzadə, Cabbar Cabbarov, Seyfəddin Şirvanov, Abbas Hüseyin və Cahad Babakişizadə. Hazırda Talib Ağırzadə, Cabbar Cabbarov və Cahad Babakişizadə Ummaki ciddi qapalı rejimli müəssisəsində, Abbas Hüseyin 11 saylı, Seyfəddin Şirvanov isə 15 saylı cəza çəkmə müəssisəsində saxlanılırlar. Nardaran hadisəsi zamanı həbs edilərək sonradan əfv sərəncamı ilə azadlığa çıxmış bir çox inanclılar sonrakı dövrdə kütləvi həbslər zamanı yenidən azadlıqdan məhrum ediliblər və bu günə qədər də məhkumdurlar. Hökmdə heç bir ömürlük azadlıqdan məhrum etmə cəzası verilmədi. Halbuki qanun tələbinə görə və məntiqəyə görə, hüquqi məntiqəyə görə bu şəxslər barəsində ən azı 5, 6 və yaxud 7 nəfər barəsində ömürlük azadlıqdan məhrum etmə cəzası verilməli idi. 20-dən çox Cinayət Məcəlləsinin ən ağır maddələrlə ittiham rəyi sürülür və şəxslər barəsində ömürlük azadlıqdan məhrum etmə hökmü çıxarılmır. Bu artıq bu və ya digər şəkildə irəli sürülmüş ittihamın təsdiq olunmadığı və həmin şəxslər tərəfindən törədilmədiyinin təsdiqi idi. Bu işdə total qanun pozuntuları oldu. Əvvəla bunları həbs olunarkən dəhşətli işgəncəyə məruz qalıblar. Başqa siyasi işlərdə, xüsusən siyasi fəalların həbs olunmasında işgəncə faktoru var idi, amma bu dərəcədə olmayıb. Mən indiyə qədər çıxdığım işlərdə ən dəhşətli işgəncələri məhz bu işin Nardaran işində görmüşəm. Döyülərək öldürülən şəxslər, burnu sındırılan, beli sındırılmasına cəhd olunan və bir çox güllə yarası alanlar, hətta xəstəxanada əli qandalı saxlanılan dəhşətli işgəncələr olub.